Salam dəyərli izləyicilərim. Bu dəfə də sizlər üçün süfrəmizin şahı olan Bakı paxlavasının hazırlama qaydasını paylaşmaq istədim. İlk öncə şərbəti hazırlayaq. Şərbət üçün bizə lazımdır 700 qram şəkər tozu, 500 qram su, 2 dilim limon, yaxud limon duzu da ola bilər. Zövqə görə kişniş toxumu, 5-6 ədəd hil. Şərbət hazır olancan isə biz xəmiri hazırlayaq. Xəmir üçün bizə lazımdır 700 qram un, 250 qram təmiz kərə yağı, 150 qram xama, 3də 1 çay qaşığı maya, 2 ədəd yumurta, 3də 1 çay qaşığı duz və 1 xörək qaşığı isə şəkər tozu əlavə edirik. Və onu da qeyd edeyim ki, aparanacan da, yəni xəmir aparanacan da süd əlavə edirik və xəmirimizi yoğururuq. Xəmir yoğurulub qurtardıqdan sonra xəmiri 15-20 dəqiqə gözlədirik və bu arada da biz içlik hazırlayaq. İçlik üçün bizə lazımdır 400 qram qoz ləpəsi, 400 qram fındıq ləpəsi, 400 qram şəkər tozu və 1 çay qaşığı üyüdülmüş hil lazım olacaq və bu ərzaqların hamısını bir yerdə qarışdırırıq. Gözləmədə olan xəmirimizi kündələrə bölürük və alt kündə 300 qram bölürük, üst kündə 350 qram, ara kündələr isə 10 kündə olaraq 70 qramdan bölürük. Listi yağlayıb başlayırıq kündələrimizi yaymağa. Yaydığımız kündəni yağlamış listə yayırıq və onu da qeyd edeyim ki, list yağlanandan sonra alt kündə yayılır. Alt kündənin üzərinə bir yuxa iç səpilmədən salınır. Qalan yuxalarının aralarına içlik tökülüb yığılır. Üstdən əvvəlki yuxaya içlik qoyulmur. Paxlava yığılandan sonra 15-20 dəqiqə soyuduca gözlədilib, sonra kəsirik. Üzərinə yumurta çəkib 120-130 dərəcədə bişiririk. 20 dəqiqə sonra üzərinə yağ tökürük və yenidən bişməyə qoyuruq. Tam bişəndən sonra isə üzərinə soyuq şərbəti tökürük. Və şərbəti tökdükdən sonra paxlavanın üzərinə qlukoza çəkib, üzərinə qozları əlavə edirik və servis edə bilərik. İzlədiyiniz üçün minnətdaram. Əgər belə videolarımın daha da çox olmağını istəyirsinizsə, kanala abunə olub bizi izləməyi unutmayın. Hər birinizə təşəkkür edirəm.